Salam dostlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam və yeni güllər almışam. İstədim onları sizə göstərəm. Bu bir xanım satır, yəni özü evdə belə artırır. Yəni çox münasib qiymətə də satır. Düzdür, mən qiymətlərini demək istəmirəm. Ola bilər ki, fikrimdən çıxar deyə bilərəm, amma yəni belə istəyən olsa mən yönləndirərəm. Xanımla özünüz əlaqə saxlayıb, yəni ala bilərsiniz. Başqa güllər də var. Çoxsu məndə vardı, ona görə götürmədim. Məndə olmayanlardan götürmüşəm. İndi çəkib sizə bir-bir göstərəcəm hamısını. Deməli, buradan başlayım. 2 dənə bunlardan götürdüm. Baxın. 2 dənə götürdüm. Belə bir qaba əkərəm. Xoşum gəlir bu güldən mənim. İndi bilmirəm bunun adı nədir. Baxın, belə fərqli bir yarpağı da var. Hətta bunların deyəsən yarpağını qopardanda belə süt kimi maye axır. Yarpağından, budağından. Sonra belə bir, bunun adı da deyəsən teleqraf çiçəyidir. Və bu da çiçək açır. Mən bunun ağ çiçəyi var, onunla görmüşəm. Bundan məndə vardı. Bir xanım mənə hədiyyə eləmişdi bu güldən. Amma təəssüf ki, mən onu saxlaya bilmədim. Xarab oldu. Çox bəyənirdim və ona görə yeni belə 2 dənə budaq aldım. İnşallah bir qaba əkərəm. Qəşəng böyüyərlər. Sonra bu güldən aldım. Bunun adı deyəsən biz qarpız gülü deyirik. Buna yarpağının belə xəttli olmağı qarpıza bənzəyir. Bu güldən məndə bir dənə balaca bir budaq var. Amma bu qiymətinə görə də münasib idi. Ona görə bunu da götürdüm. Çox bəyənirəm. Belə qəşəng yarpaqları var. Nəsə belə baxın. Çox bəyənirəm bunu da. Sonra bundan götürdüm. Bunların adını bilmirəm mən. Deməli bir yarpağı belə çəhrayı olandı. Amma gərək bunların torpaqlarının hamısını dəyişim. Çünki torpaq çox ağırdır. Yəqin ki, qum falan var tərkibində. Ona görə belə ağır torpaqdır. İnşallah dəyişib. Deməli, bir bu rəngidir. Bir də yarpağı bu rəng olanıdır. Baxın, belə. Bunları da bir qaba əkəcəm ki, yer tutmasın. Sonra belə ilan kaktusudur. Bundan da məndə var. Hər ehtimala götürdüm. Çünki mən bu ilan kaktusu ilə yəni bitirə bilmirəm, alınmır məndə. İnşallah ki, bunlar tutarlar. Sonra belə kohlera götürdüm. Qırmızı rəngli çiçək açır. Kohleranı da mən çox bəyənirəm. Çiçəklərimi bəyənirəm. Düzdür, bunu saxlamaq biraz çətindir. Çətindir deyəndə günəş falan sevmir. Yandırıcı günəşdən qorumaq lazımdır. Ona görə götürdüm. İnşallah ki, qəşəng böyüdərəm. Mən lap əvvəl video paylaşmağa başlayanda mən qəşəng kohleralarım vardı. Yəni elə oldu ki, mən rayona gedirəm, nə bilim orada qalmaq falan məhv olur, gedir də çoxsu. İnşallah ki, fikrimdə var ki, o rayona gedəndə, yəni elə güllər var ki, onları aparacam, orada saxlayacam. Orada yəni çöl mühiti, şərait, elə güllər var ki, onlara uyğundur. Ona görə elə aparacam, evdə saxlamayacam, tələf olmasınlar, yəni orada artsın. Belə, kohleradır, bu da qırmızı çiçək açır. Sonra bundan da görmüşsünüz, məndə var. Bir yarpağı yumru olan, bir də belə formada var. Amma bunu mən aldım. Onu orada saxlayacam bu otaqda. Bunu amma qoyacam Twistentin qabağında olan güllərin arasına ki, orada fərqli, qırmızı rəngdə olanda bir gül olanda daha fərqli görsənir. Ona görə bunu onun üçün almışam. Sonra belə bir teleqraf gülü də aldım. Bu deyəsən kara sevda deyirlər buna. İndi burada rəngi açıq rəngdədir, amma bu tam bənövşəyi rəngə dönüşür. Çox qəşəng görsənir. Sonra belə bir begoniya götürdüm. Baxın, bunu mən əkəcəm o biri begoniyanın yanına elə oradan bir yerdə bitsin.
Yəni qiyməti münasib olduğuna görə mən də götürdüm. Yəni bu ölçüdə. Yəni bunun qiymətini deyim sizə. Bu ölçüdə 3 dənə yarpağı var, gövdəsi qəşəng yoğun, 1 manata. Sonra belə bir kaktus da götürdüm. Bu da qırmızı rəngdə çiçək açır. Baxın. Xanım özü də belə bağlayıb ki, aşmasın. Belə. Bugünkü aldığım güllər bu qədərdir. İnşallah ki, bəyənərsiniz siz də. Hələlik bu qədər. Videomu izlədiyiniz üçün əvvəlcədən sizə təşəkkür edirəm və əgər kanalıma abunə deyilsinizsə, abunə olmağı, bəyənməyi unutmayın. Hələlik sağ olun.